Herkese salamlar. Mən də beləyəm rubrikamızın ilk videosuna xoş gəlmisiniz. Yəni bu videoda biz dərs oxumuruq. Ancaq dərs oxuyarkən yaşadığımız problemlər haqqında danışırıq. Hansı ki, əksər şagirdin, əksər abituriyentin yaşadığı problemlərdəndir bunlar. Ona görə də bu videonu izləyəndə əminəm ki, mən də beləyəm deyəcəksiniz. Hamımızın bildiyi kimi, dərs oxumaq sadəcə qabağına kitab qoyub nəsə yazmaq demək deyil. Bu səhnənin arxasında çox çətinliklər dayanır. Ona görə də bunu bir rubrika, kontent halına gətirmək istədim və mən də beləyəm rubrikamızın ilk mövzusu sosial müqayisə mövzusudur. Əslində bu videoda danışacaqlarım həyatımızın istənilən sahəsini əhatə edir, amma bildiyiniz kimi bu kanal bir study kanalı olduğu üçün mən əsasən dərslə bağlı olan hissəsindən danışacağam həmin mövzunun. Elə isə çox gec olmadan gəlin mövzumuza keçək. Əslində bu videoda danışacaqlarımın hamısı, bilmirəm eşitmisiniz yoxsa yox, ingilis dilində qısaldılmış şəkildə FOMO deyirlər. Bütün danışacaqlarım əslində bunu təşkil edir. FOMO, Fear of Missing Out ifadəsinin açılışıdır. Yəni, nəyəsə gec qalmışlıq qorxusu. Məncə, nümunələr götürəndə bu ifadəni daha yaxşı başa düşəcəksiniz. Ən yaxşısı, gəlin sizə nümunələrlə bunu izah edim. Gəlin elə başlayaq o 15 saniyəlik möhtəşəm Instagram Reels videolarından. Siz orada bahalı iPad-lər, bəzəkli qələmlər, möhtəşəm dəftərlər, fake bir ortam görürsünüz, amma bilmirsiniz ki, o mühiti hazırlamaq üçün arxada 2 saatlıq bir vaxt itkisi var. Adi mən bu videonu çəkincə, o kameranı düzəldincə, ciddi deyirəm, 1 saatım gedib. Amma siz o videoya baxırsınız, deyirsiniz ki, mən adi əlimin altındakı 50 qəpiklik dəftərlə nə edə bilərəm ki? Belə deyil, dostlar. Unutmayın, bu ölkənin, ümumiyyətlə bu dünyanın ən böyük kəşfləri məhz o adi vərəqlər üzərində edilib. Deyirsiniz ki, o möhtəşəm bir ortamda dərs oxuyur. Nə bilim, onun möhtəşəm dərs ləvazimatları var. Amma mən geridə qalıram, mən onun kimi deyiləm və s. düşüncələrlə beyninizi yorursunuz. Ki, siz zaten abituriyentlik dönəmindəsiz və bu dönəm kifayət qədər çətin bir dönəmdir. Biraz da o düşüncələrlə özünüzü sıxırsınız. Amma unutmayın, önəmli olan sizin beyninizdəkidir. Önəmli olan sizin potensialınızdır. Sizə nə lazımdır? Ağ bir vərəq. Bu 20 qəpiklik bir vərəq də ola bilər, 40 qəpiklik bir vərəq də ola bilər və ya 2 manatlıq, 5 manatlıq bir dəftər də ola bilər. Eyni vərəqdir. Əsas olan sizin ora nə yazacağınızdır. Unutmayın. Və digər tərəfdən qələmlər, 10 qəpiklik qələmlə də yaza bilərsiniz, 20 qəpiklə də yaza bilərsiniz. Ki, hamısı yazır. Ona görə də belə şeyləri dərd etməyin, dostlar. Yəni, önəmli olan bu deyil. Dediyim kimi, önəmli olan sizin potensialınız və nəyi bacardığınızdır. İkinci olaraq, bir həftə sonudur. Masanızda oturmuşsunuz, dərs oxuyursunuz və birdən-birə telefon açırsınız. Bəli, həm yaşıdlarınız, dostlarınız biri kafedədir, biri konsertə gedir, biri bulvarda gəzir. Deyirsiniz ki, heç nədə, mən də ancaq bu 4 divar arasında oturmuşam, dərs oxuyuram. Yenə o FOMO hissi gəlir sizə. Mən nəyəsə gec qalmışam. Amma dostlar, bu zaman sizə bu hisslər, bu düşüncələr gələn zaman o FOMO-nu JOMO-ya çevirin. Nədir bu JOMO? Joying of missing out. Yəni, həmin o gec qalmışlığın qorxusu yox, əyləncəsi, zövqü. Nə demək istəyirəm? Məsələn, o düşüncə gələndə deyə bilərsiniz ki, indi onlar kafedə gəzirlər, amma mən bu həyatı niyə seçmişəm? Mən bu həyatı ona görə seçmişəm ki, azad və mükəmməl bir gələcək qurun. Unutmayın, o kafedə gedən söhbətlər sizə heç bir müsbət şey vermir. Amma o masada oxuduğunuz dərs sizin gələcəyinizi formalaşdırır, gələcəyinizi qurur. Ona görə də heç kimin həyatı ilə öz həyatınızı istənilən sahədə müqayisə etməyin. Üçüncü olaraq, yenə o möhtəşəm videolar. Bu dəfə gecə saat 3-ə, 4-ə qədər dərs oxuyan uşaqları görürsünüz, ya da səhər 5-də, 4-də durub dərs oxuyan uşaqları görürsünüz və deyirsiniz, mən də səhər güclə dururam. Amma
Dostlar, hər kəsin biolojik saatı eyni deyil. Kimisi o dərsi axşam daha yaxşı qavrayır, kimisi səhər daha yaxşı qavrayır. Və bir də onu deyim ki, sizin yenə gördüyünüz videolar fake-dir. O sadəcə bir gün video üçün edilmiş bir şeydir, inanın mənə. Və yenə əvvəlki söhbətə qayıtsam, hər gün olsa belə o proses kimdəsə də, onun biolojik saatından asılıdır. Yəni, o saatda daha yaxşı oxuyur. Dərs onun o saatda beyninə daha yaxşı girir və o saatda oxuyur. Amma siz kiminsə planına özünüzü uyğunlaşdırmaq məcburiyyətində deyilsiniz. Dördüncü olaraq gələk dərs oxuyarkən sosial müqayisəyə məruz qalan müəllim, repetitor, valideyn mövzusuna. Biri 30 manatlıq müəllim yanına gedir, biri də 150 manatlıq müəllim yanına gedir və həmin 30 manatlıq müəllim yanına gedən sənsən. Deyirsən ki, heç nə də, cəmaatı 150 manatlıq müəllim yanına gedir, day universitetə girməyəcək, kim girəcək, heç mən qaldım çöldə. Tam olaraq belə düşünməsəz də, bu kimi düşünürsünüz, deyəcəyini etiraf edeyim. Amma dostlar, unutmayın, mən başa düşmürəm cəmiyyətdə bu müəllimin dəyərin pulla ölçmək söhbəti. Hamı düşünür ki, o 150 manatlıq müəllimin yəqin savadı ultradır, ona görə 150 manata keçir. 30 manatlığının savadı aşağıdır. Dostlar, bunun pulla əlaqəsi yoxdur. Hər şey müəllim də deyil. Yəni, müəllim sizə yön göstərir. Əsas vasitəçi sizsiniz. Valideynlər var, deyir, uşağımı bahalı müəllimlərə qoydum, heç nə getdi 200 bal topladı. Axı, tək vasitəçi müəllim deyil orada. Səndən, sənin övladından, şagirddən də çox şey asılıdır. Yəni, uşaqlar, bu söhbəti qırağa qoyun. Xahiş edirəm. Qoyun bunu qırağa. Heç düzgün bir söhbət deyil. Yəni, birincisi yaraşmır məncə. Müəllimin o əməyin, o biliyin pulla müqayisə etmək heç bir şəxsə yaraşmaz məncə. Birincisi bu səhvdir. Bu valideyn şagird məsələsinə heç nə də uşaq gedib OTK-dan yüksək bal toplayıb, valideyn gedib bunu iPhone alıb videosunu da çəkib qoyub, yenə göstəriş xarakterli. Baxırsan deyirsən ki, ayda buna bax, cəmaatın valideyni uşağına iPhone alır, heç nə də mənkidə oturub orada. Dostlar, zaten valideynlərimiz sizə kifayət qədər maddi və mənəvi cəhətdən dəstək olurlar və açıq bu deyim də, heç kimin borcu yoxdur ki, sizə gedib bahalı nəsə alsın ki, dərs oxumaq üçün motivasiyalanasınız. Heç kimin belə bir borcu yoxdur, həqiqətən. Gəlin biraz real olaq da. Yəni, dərs oxumaq sənin vəzifəndir. Sən öz gələcəyi qurursan, valideynə nə? Valideyn onsuz da kifayət qədər dəstəyini göstərir. Sən ondan bu qədər böyük şeylər gözləməməlisən. Birincisi, bu düzgün deyil. Yəni, zaten kifayət qədər əziyyət çəkir sənin yolunda, ondan belə şeylər gözləməyin. Yəni, dərin düşünsəz görəcəksiniz ki, də. Belə uşaqlar, açığı mən bu videoda, o dediyim video çəkənlər olsun, nə bilim, mən bu videoda məqsədim kimisə mühakimə etmək deyildi. Sadəcə, bu video istədim biraz söhbət xarakterli olsun, dərs oxuyarkən yaşadığımız problemləri, birlikdə bəlkə də biraz həll etməkdə mənim də payım olsun. Burada məqsədim yenə deyirəm, kimisə mühakimə etmək deyil. Sadəcə biraz reallıqlardan danışdım. Ümid edirəm bu rubrikanı, bu videonu bəyəndiniz. Və dostlar, unutmayın, biz robot deyilik. Biz mükəmməl həyatlar yaşamaq məcburiyyətində deyilik. Özünüzü heç kimin həyatı ilə müqayisə eləməyin. Zaten o dönəm sıx bir dönəmdir. Özünüzü belə şeylərdən qətiyyən sıxmayın. Ümid edirəm bu rubrikanı və bu mövzunu bəyəndiniz. Və sizdən bir xahişim var ki, növbəti mövzumuzu şərhlərdə məhz siz müəyyən eləyəsiniz. O halda sağ olun.